Müəyyənim var, lakin fəaliyyət göstərmir. Buna görə mənə hər hansı bir vergi borcu hesablana bilərmi? Əgər vergi ödəyicisinin aktiv müəyyəni varsa, lakin fəaliyyət göstərmirsə, bu halda vergi ödəyicisi hər dövrün sonunda boş hesabat təqdim etməlidir və buna görə hər hansı bir vergi borcu yaranmayacaq. Lakin tövsiyə olunur ki, əgər vergi ödəyicisi fəaliyyətini müəyyən bir müddət üçün dayandırırsa və ya ümumiyyətlə ləğv edirsə, o halda vergi ödəyicisi bununla bağlı Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edə və vöəni ya müvəqqəti olaraq dayandıra, ya da ki, ümumiyyətlə uçotdan çıxara bilər. Bu halda hər hansı bir vergi hesabatları verməsinə növbəti dövrlər üçün zərurət də qalmayacaq. Yəni, vöənin fəaliyyətini dayandırmadıqda ya da uçotdan çıxartmadıqda vergi ödəyicisi məcbur fəaliyyət göstərmədiyi dövrlər üçün boş hesabat verməlidir. Hətta 2023-cü ilin yanvarın 1-nə qədər o boş hesabatları vermədikdə hər bir hesabat üçün 40 manat maliyyə sanksiyası tətbiq olunurdu. Amma 2023-cün yanvarın 1-dən yeni vergi məcəlləsi qüvvəyə mindikdən sonra, yəni vergi məcəlləsində dəyişiklik olunduqdan sonra həmin o 40 manat maliyyə sanksiyası yalnız fəaliyyətin olduğu dövrlərə aid edilir. Fəaliyyətin olmadığı dövrlərdə 40 manat maliyyə sanksiyası hazırda tətbiq olunmur.